Hər vaxtınız xeyir. Mən məntiq müəllimi Elbrus Həşimov. Bu gün sizlərlə dövlət qulluğu üzrə qəbula düşmüş suallara baxmış oluruq. Qeyd edək ki, bu suallar tam təhrifsiz suallar deyil, yəni belə deyək, 90% suallara oxşar suallardır. Və deməli dövlət qulluğu üzrə 7 iyun tarixində qəbula düşmüş sual formalarıdır. Və qeyd edim ki, yeni qruplara qatılmaq istəyən, yəni iyul imtahanına girən dövlət qulluğu üzrə avqust imtahanına və yaxud sentyabr imtahanına hazırlaşanlar və yaxud magistratura üzrə, yay qrupları üzrə hazırlaşmaq istəyənlər qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərlər. Keçək sualların izahına. Bu videoda sualların bir qismini izah edəcəm. Bizim səhifəmizi izləyə bilərsiniz ki, bu sualların davamını da növbəti videoda təbii ki, vermiş olacağam. 42-ci suala baxırıq. Təbii ki, imtahanda 42-ci nömrəli məntiq sual olmur, sadəcə ümumi PDF-dədir deyə bu sualın nömrəsi 42-dir. Deməli, belə bir qeyri-aşkar sual forması düşmüşdü. 24 ilə 41-dən biz 3 almalıyıq. Bizim standart yollarımız təbii ki, toplama, çıxma, vurma, bölmə olduğu kimi kvadratlar, kublar və yaxud 2-yə vurma, 3-ə vurma, misillər, belə deyək, 4-ə vurma, 5-ə vurma, bunları yoxlamaq lazım olduğu təqdirdə biz burada fərqli bir yolu yoxlamalıyıq. Təbii ki, kvadrat kublara baxmalı deyilik, 2 rəqəmli ədədlərdir. Burada sadəcə ədədlərə tərsinə baxmaq lazım idi. Yəni biz buna 42, buna da 14 kimi baxmalıydıq. Yəni 42 bölünsün 14, 3 alınır. Və diqqətlə baxsaq, 64 kimi buna baxsaq, buna biz 16 kimi baxsaq, 64-ü 16-ya böləndə təbii ki 4 edir. Və biz buna 56 və buna 28 kimi baxsaq, bir-birinə böldükdə 2 alınır və 75-i də 15-ə böldükdə həqiqətən də 5 alınır və biz burada baxırıq 96 bölünsün, buna da 12 kimi baxırıq. Təbii ki, cavab alınır 8 olmuş olur. Yəni C variantı sualımızın doğru cavabı olur. Keçirik növbəti sualımıza. Növbəti sualımız güzgüdən baxan saat, yəni güzgüdən baxan adam, yəni saatla bağlı sual formasıdır. Deməli, diqqətlə baxsaq, burada evdən saat 11:06-da çıxmalı adam dəqiq işləyən saatına güzgüdən baxanda şəkildəki vəziyyəti görür. Hansı cavab variantındakı həmin adam evdən neçə dəqiqə sonra çıxmalı olduğunu düzgün göstərilmişdir. Deməli, belə deyək. Ümumi olaraq biz bilirik ki, güzgüdən baxanda saata həmişə yad saxlamaq lazımdır ki, güzgü sağdan sola və yaxud soldan sağa olan güzgü əksidir, yəni simmetriyadır. Siz buna biz bu formada baxsaq, yəni bunu tam iki yerə bölsək ortadan, ən rahat formada. Biz görürük ki, bu saat əqrəbi təxmini bunun üstündədir. Bunun sola doğru simmetriyası hansı tərəfdədir? Sola doğru simmetriyası buradadır. Yəni saat əqrəbi təxmini buradadır. Bunu görürük. Yəni saat 10-un üzərindədir hardasa. Və diqqətlə baxsaq, dəqiqə əqrəbi hardadır? Fikir versək, dəqiqə əqrəbi bu 5 dəqiqənin təxmini biraz yuxarı hissəsində dayanır. Belə deyək də 2 dəqiqə işləmiş formasına dayanır. 2 dəqiqə işləmiş formasına dayandığına görə biz bunun sol tərəfə simmetriyasını versək, buradakı məsafə nə qədərdirsə, biz bunun sol tərəfə simmetriyanı versək, burada da həmin məsafə olmalıdır təbii ki. Yəni artıq burada bu dəqiqənin tamamına 2 dəqiqə qalmış olur. Burada 2 dəqiqə işləmiş olursa, burada 2 dəqiqə qalmış olur və bizim saatımız neçə olur? Biz bilirik ki, 5 dəqiqə buradır, 5 dəqiqə buradır, 5 dəqiqə burada. Yəni buradan hamısı 30 dəqiqə buradadır. Buradan da buraya kimi 45 dəqiqədir. Burada görürsünüz ki, 3 dəqiqədir. Yəni 48 dəqiqə olmuş olur. Yəni saatımız elektron formada göstərsək 10:48 olmuş olur. 10:48-dən də biz 11:06-ya getməliyik. 11:06-ya 10:48-dən 12-yə qədər, 11-ə qədər daha doğrusu 12 dəqiqə vaxt var. Bir də bu 6 dəqiqənin üstünə gəlsək 18 dəqiqə cavabını almış oluruq. Keçid edək növbəti sualımıza. Bu formada tərəzi sualı düşmüşdür. Bəzən dövlət qulluğu üzrə tərəzi
suallarını riyazi yolla bəzən çətin almaq olur və yaxud almaq olursa biraz vaxt gedir. Təbii ki, biz burada sualı birbaşa almaq üçün ən rahat yol sırf bu formalı sualların ən rahat yolu qiymət qoymaqdır. Heç riyazi formada da getmək lazım deyil, vaxt itirmək lazım deyil. Biz burada görürük ki, 4 dənə kvadrat çoxdur. Burada 2 dənə ulduz görürük. Biz sürətli formada kvadratlara düzdür 1 verə bilərik, amma düşünürük ki, kvadrata 1 versək dairəyə 0,5 qalır axı. Düzdür, belə də gedə bilərik. Çünki şərtdə yoxdur ki, biz tam ədədlər verməliyik. Amma tam ədədlər vermək istəyirsinizsə, kvadrata 1 vermin, 2 verin. Kvadrata biz 2 versək hər birinə 8 sağ tərəf olur. Tərəzinin sol gözü də 8 olmalıdırsa, deməli bu ulduzların hər birinə 4-4 düşür. Və diqqətlə baxsaq, biz bu boz kvadrata 2 vermişiksə, təbii ki, bu dairələrin hərəsinə 1-1 düşür və burada üçüncü tərəzidə ulduzun yerinə 4, dairənin yerinə 1 qoysaq, təbii ki, ümumi çəki 5-ə bərabər olmuş olar. C variantına baxsaq, 1, 1, 1. Bu dairələrə biz 1 vermişdik. 3 edir. Bizə 5 lazımdır. B variantına baxsaq, hərəsinə biz 2 versək, 6 edir. Bu da olmaz. A variantına baxsaq, hər bir kvadrata 2 versək, 4 edir. Bu da olmaz. D variantına baxsaq, hər bir dairəyə biz 1, 1, 1 versək, kvadrata da 2 versək, təbii ki, 5 deməli, bunların cəmi 5 elir. Deməli, cavab D variantı olmuş olur. E variantı da olmayacaq, çox böyük, belə deyək, ədəd alınır. Keçirik növbəti sualımıza. 45-ci suala baxaq. 45-ci sualda da yəni, rahat bir tərəzi forması, daha doğrusu cədvəl formasıdır. Deməli, diqqətlə baxsaq, A ilə A-nın cəmi, yəni toplama cədvəlidir. A ilə A-nın cəmi x verir. Biz bilirik ki, riyazi olaraq A ilə A-nın cəmi bizə 2A verir. Yəni 2A bərabərdir x-ə. Sonra B ilə B-nin cəmi y verir. Yəni 2B bərabərdir y. Və C ilə də C-nin cəmi bizə z verir. Z. 2C bərabərdir z. Düzdür, biz bunu riyazi formatda daha tez, daha sürətli formada ala bilərik. Yəni A plus B plus C nəyə bərabərdir? 42-yə bərabərdir. Görürük. Burada da A plus B plus C-nin təxmini almaq üçün alt-alta toplamaq lazımdır bunları. Və bunları alt-alta toplasaq, görək nə alınır? 2A üstə gələk 2B üstə gələk 2C bərabərdir. X üstə gələk Y üstə gələk Z. Və diqqətlə baxsaq, biz burada götürüb sol tərəfdə biz 2-ni mötərizə xaricində çıxarda bilərik. Orada A plus B plus C qalır. 2-ni çıxartsaq mötərizə xaricinə A plus B plus C bərabərdir. X üstə gələk, Y üstə gələk Z. Və biz burada ABC-nin yerinə biz 42 qoya bilərik. Bəli, qoya bilərik. 2 vuraq 42 bərabərdir. X üstə gələk, Y üstə gələk Z. Yəni X, Y, Z-in cəmi 84-ə bərabər olmuş olur. 2 vuraq 42. Və 84 sualımızın doğru cavabı E variantı olmuş olur. Deməli, səhifəmizi, yəni YouTube kanalımıza abunə olmağı yaddan çıxarmırsınız və növbəti videoda deməli, dövlət qulluğu üzrə son qəbula düşmüş sualların izahını vermiş olacağam.